Salam əziz tələbələr, mən Kənan Məmmədov. Bugün 16 mart tarixində keçirilmiş ümumi sınav imtahanının suallarına baxacağıq. Başlayaq ilk sualdan. Burada nə deyir bizə? 32 simvolu əlifba ilə yazılmış. Demək biz bilirik ki, 32 simvolu əlifbada bir simvol yaddaşda 5 bit yer tutur. Hansı ki 32 2 üstü 5'dir. Bu standartda bir simvol 5 bit yer tutur. Və yazılmış mətn yaddaşda 40 bayt yer tutur. Fikir verirsək, sol tərəf 5 bitlə ifadə olunub, neçə simvol olduğunu bilmirik və ümumi həcm 40 bayt eləyib. Bu tərəfdə 40 baytdır. Buranı da 8-ə vururam ki, bura bitlə ifadə olunursa, burada bitlə ifadə olunsun. Və hər tərəfi 5-ə ixtisar etsək, burada 1 qaldı, burada 8. Doğru cavab verəcək, x bərabərdir 64. Yəni D variantı. Davam eləyək 22-ci sualla. Onluq say sistemində verilmiş 4 üstü 15 ədədinin ikilik say sistemi olan qarşılığında sıfırların sayı birlərin sayına neçə vahid çoxdur? Bu ədədi 4 üstü 15'i biz yazarıq 2 üstü 2 üstü 15 formasında. Bu da 2 üstü 30 deməkdir. 2 üstü 30. Düzdür? Biz ne edirik burada? İkili say sisteminde. Biz demiştik onluq say sistemi verilmiş 2 üstü n ədədini ikiliyə çevirəndə bir ədəd 1, arkasında n ədəd 0 olur. Yəni 1 dənə 1, 30 dənə 0 olur. Və bizdən nə istəyir? Fərqi istəyir. Aradakı fərq nə qədərdir? Gördüyünüz kimi 30 dənə və 1 dənə. Çıxsaq qalacaq 29 dənə. Şimdi deyirəm ki, aydın oldu. 2 üstü 30 elədi. Hər hansı 2 üstü n ədədini ikiliyə çevirəndə bir dənə 1 arxasında üstəki qədər 0 olur. Yəni burada bir dənə 1, 30 dənə 0 var. Aradakı fərqi bizdən istədiyi üçün 29 cavabını götürərik. Keçək 23-cü sualı. Monitorin ekranında video görüntülərin yadda saxlanması, daha doğrusu monitorin ekrandakı video görüntülərin yadda saxlanması üçün lazım olan daxili yaddaşın bir növü də enerjiden asılıdır. Bax, fikir versiniz, görüntüləri saxlamaqdan söhbət gedir. Yəni hər hansı videonu saxlamaqdan söhbət gedir. Bu olacaq video yaddaş. Digər variantlara baxsaq, SSD xarici yaddaşdır. Yəni bax, bu şərti ödəmir. Bu da bu şərti ödəmir. Yəni HD də xarici yaddaşdır. ROM video görüntü saxlamaq üçün deyil. Hansı ki, vaxt, tarix, parol, konfigurasiya saxlayır. Daha doğrusu vaxt, tarix, parol, konfigurasiya kumosunda saxlanılır. ROM-da BIOS, testləşdirmə, diaqnostika proqramları saxlanır. Yəni bir dənə doğru cavab qaldı, D variantı. Davam edək 24-cü sualına. Kursoru idarə edən düymələrə aid olmayan hansıdır? Kursoru idarə edir page up. Yəni bir ekran səhifəsi yuxarı qalxır. Və ya page-dan bir ekran səhifəsi aşağı düşür. Home həmçinin sətrin əvvəlinə keçir, end sətrin sonuna keçir. Amma numlock rəqəm klaviaturasını yandırıb söndürən bir klavişdir. Bunun yəni kursorun idarələnməyinə bir əlaqəsi yoxdur. Növbəti 25-ci sual. Dövrü strukturlu algoritmə aid olan hansıdır? Baxın, kvadrat tənliyin həlli bu dövr deyil. Hansı ki, müəyyən diskriminantı tapırıq. Ondan sonra yəni sıfırdan böyüksə 2 kökü var, sıfıra bərabərsə 1 kökü var, sıfırdan kiçiksə kökü yoxdur. Bu məntiqlə yanaşdıra bilərik. Gördüyünüz kimi burada sırf budaqlanmadır. Sonra A ədədin B ədədin nisbəti. Bu da budaqlanmadır. Çünki bilirik ki, sıfıra bölmək olmaz. Biz burada B'nin sıfırdan fərqliyini yoxlayacağıq sadəcə. D və Y variantlarında deyir ki, Y'də deyir tək dərəcə, D'də deyir cüt dərəcənin kök altı ifadənin hesablanması. Bu budaqlanmadır. Hansı ki, cüt dərəcədən kök altı mənfi ifadə olmamalıdır. Bunu yoxlayacağıq. Y variantı xəttidir. Yəni x-in istənilən qiymətində bu ifadənin mənası var. Amma B variantı faktorialın hesablanması dövrü algoritmində artıq. Çünki eyni şeyi biz dəfələrlə təkrar yerinə yetiririk. Eyni şey də təkrarlanırsa, eyni bir əməliyyat təkrarlanırsa dəfələrlə, bu artıq olacaq dövrü algoritm. Doğru cavab B variantı. Viruslar hansı təsnifata görə rezident və qeyri-rezident olaraq bölünür? Demək, orada 4 dənə ümumi təsnifat var idi. Yaşayış mühitinə görə var. Burada faal yükleme, şəbəkə kimi fərqləndirirlər. Yaşayış mühitini yoluxdurma üsuluna görə, hansı ki, rezident, qeyri-rezident, rezidentlər əməli yaddaşda daimi olaraq qalır, qeyri-rezidentlər müvəqqəti. Algoritmin xüsusiyyətlərinə görə var. Hansı ki, orada bir çox növlər var idi. Stes, polimorf və s. kimi növlər var idi. Bir də destruktiv imkanlarına görə. Orada da yəni ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli kimi növlər var. Bizdə doğru cavab olacaq B variantı.
Gəlin növbəti sual 27-ci sualdan aşağıda hansı ayrı funksiya haqqında məlumat verilib? Fikir versəz nə yazır? Mausun sol düyməsini pəncərənin başlıq sətrində sıxıb saxlayaraq pəncərənin ekranı sol küncünə sıxsaq, pəncərə ekranın sol yarım tərəfini, sağ küncünə sıx, sağ yarım tərəfini tutar. Bu demək olacaq ayrı snap funksiyası. Görürsünüz, pəncərənin başından tutur. Sola atan sol yarım tərəf, sağa atan sağ yarım tərəf, yuxarı atan da bütün ekranı tutur. Və yaxud da pəncərə ekranı kiçik ölçüdədirsə, başlığa gətirir, iki başlı ox formasını alır. İki dəfə vuranda aşağıdan yuxarı bütün ekranı tutur. Bu aero snapdir. Digər funksiyalar aero peak. Ekranın sağ aşağı küncünü mouse'umuzu saxlasaq, hər şey şəffaflaşır. Biz ekranın arxa fonunu görürük. Və hətta aero shake aktiv pəncərənin başından doğru silkələyəndə yerdə qalan bütün pəncərələri tasbarı yığır, minimize edir. Sonra aero flip funksiyası alt tab və ya da win tab klavişlərindən istifadə ola bilər. Bu bizə pəncərələri üfüqi şəkildə görməyə və ya da çölçülü şəkildə görməyə imkan verir. Aero port deyə bir aero funksiya da yoxdur. 28-ci File Explorer proqramının clipboard lent qrupuna aid olmayan əmr hansıdır? Bax, clipboard hissəsinə mən nəyisə kat eləyə bilərəm, və ya da kopya eləyə bilərəm, paste shortcut eləyə bilərik, düzdürmü? Bundan başqa copy paste cığırını, yəni yolunu götürə bilərik. Quick access yapışdıra bilərəm, amma select all əmri ümumiyyətlə yoxdur orada. Select all hər şeyin seçilməsidir. Və nümunə olaraq da burada məsəl üçün bir qovluğa daxil olaq baxaq. Baxırıq bu hissəyə. Burada görürsünüz clipboard hissəsi. Clipboard pin to quick access, copy, paste, cut, copy paste, paste shortcut. Görürsünüz select all yoxdur burada. Yəni select all'un burada olmadığı select hissəsində. Homenet ama select hissəsində yerləşir. Buradan diqqətdə saxlayırıq bu sualda. Davam edək növbəti suallarımızdan. 29-cu sual. Ctrl Backspace klaviş kombinasiyası Word 2019-da hansı əməliyyatı icra edir? Gəl baxaq. Bax, N və A hərflərinin arasında dururam və Ctrl Backspace sıxıram. Ki verdiniz? Backspace adi halda yəni bir simvol sola silərdi. Amma Ctrl sanki bir səviyyə yuxarı qaldırdı dərəcəni. Yəni artıq sözün əvvəlinə kimi silinməsi. Kursordan sözün əvvəlində də silinməsi B variantı. Davam edək. Save as pəncərəsi hansı hissədən sənədə parol qoyula bilər? Bu olacaq General Options hissəsi. Bax, gələk Save as pəncərəsinə. Gəldik Save as pəncərəsinə. Və bu pəncərəyə gələndən sonra görürsünüz Tools, buradan General Options. Bu hissəyə gələndə görürsünüz Password to open, Password to modify. Yəni F12 ilə gələ bilir. Həmçinin Save as-dən fərqli ad, fərqli tip, fərqli yer və fərqli parol. Fərqli ad, tip, yer və parol. 4 şeyi yerinə yetirə bilərik. 31-ci sual verilmiş lent qrupu hansı lent tabında yerləşir? Görürük ki, language lent qrupudur. 4-dən söhbət gedir. Review lent tabına gəlsək, görürsünüz, translate language əmrləri burada var. Buradan diqqət yetirəcəyik. Yəni, əsas da nəyə diqqət yetirək? Qrammatika ilə bağlı, ümumiyyətlə tərcümə ilə bağlı hər bir şey reviewdə yerləşir. 32-ci sual B2 E6 diapazon neçə xana daxildir? Burada nəyə diqqət yetirək? Əvvəlcə sütunları saymalıyıq. B-dən Y-yə kimi B, C, D, Y. 4 dənə sütun var. 4 dənə sütun. Neçə sətir var? Sətirlər də 6 çıx 2, üstə gəlsin 1. Yəni 5 dənə də sətir var. 4 sütun, 5 sətir. Bu da 20 xana. Davam edək növbəti sualla. Excel proqramında sort and filter lent qrupu hansı lent tabında yerləşir? Bax, sort and filter ilə bağlı diqqət yetirik nəyə? Sort və filter əmr olaraq home-da da var. Görürsünüz? Sort and filter. Bax, burada da var. Sort da var, filter də var. Amma burada editing lent qrupunda yerləşir. Sualda bizdən sort and filter lent qrupunun hansı lent tabında yerləşdiyini soruşurdu, fikir versəz. Sort and filter lent qrupu hansı lent tabında yerləşir? Bu sualın cavabı da gəlir data lent tabı. Görürsünüz, buradadır. Sort and filter. Bir də diqqətə saxlayaq, insert-də filters lent qrupu var. Yəni, bu sort and filter deyil. Bizdən istənilən sort and filter hissəsidir. Bunu da nəzərimizdə saxlayaq. Davam edək. Bizdə doğru cavab oldu data hissəsi. Standart lokal şəbəkə texnologiyaları hansılardır? Burada nəyə fikir veririk?
Qlobal şəbəkə X25 frame relay və ATM-dir. Buna diqqət yetirin. X25 frame relay ATM. Yerdə qalan buradakı variantlar. Yəni görürsünüz Fiber Distributed Data Interface gedir, Ethernet, ArcNet. Bunlar da standart lokal şəbəkə texnologiyalardır. Növbəti sualımız modemin buraxılış qabiliyyəti 2850 bits per seconddır. Saniyədə ötürülən bitlərin sayını göstərir. Analog siqnallar 3 bitli informasiya malikdir. Ümumiyyətlə bu tipli məsələləri necə edirik? Belə bir düsturumuz var ki, kod vurulsun bit bərabərdir BPS. Bu düsturdan istifadə edirik. Hal-hazırda bizə BPS verilib 2850. Bizə bit verilib 3-dür. Və bu X axtarırıq, biz bodu axtarırıq. Kodu axtarmaq üçün nə etməliyik? X bərabərdir 2850 bölünsün 3-ə. Bu da isə 950, yəni B variantı. Davam edelim növbəti sualına, 36-cı suallar. Saytların internetə yerləşdirmə xidmətinə adlanır. Bu təbii ki, hosting adlanır. Saytı hazır edə bilərik, amma sonra bunu harasa yerləşdirmək lazımdır, internetə yerləşdirmək lazımdır. Yəni, bu hostingdir. Bu elə saytın ünvanını göstərir. HTTP protokoldur. Gopher internetin bir xidmətidir. Buna deyirlər ki, iyerarxik menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və telnet də hər hansı uzaqda yerləşən kompüterə qoşulmaq üçün, onun idarə olması üçün istifadə olunur. Davam edir 37-ci sualdan. PPCX faylı nümayiş olunarkən klaviaturun escape düyməsi vurularsa hansı əməliyyat icra olunar? Yadda saxlayaq ki, adi PowerPoint nümayiş olunarkən, burada nümayiş olunarkən sözünə diqqət yetirək. Adi PowerPoint, yəni PPTX faylı nümayiş olunarkən biz escape düyməsini vursaq, bu normal rejimi geri qayıdar. Çünki bunun normal rejimi var. Amma PPCX faylların normal rejimi yoxdur. Və normal olaraq da, yəni biz onu vuranda birbaşa nümayiş edildi açılıb. Escape də vuranda nümayişdən əvvəlki rejimə geri qayıdır. Bizdə nümayişdən əvvəlki rejim olmadığı üçün birbaşa fayl bağlanır. Yəni doğru cavab olacaq A variantı. Növbəti yazır ki, verilənlər bazasında obyektin və ya prosesin bir parametrin qiymətinin saxlanması üçün ən sadə element hansıdır? Burada doğru cavab olacaq sahə. Çünki bir elementin qiymətinin saxlanmasından söhbət gedir. Bax ki, bir dənə soyad saxlanır, bir dənə ad saxlanır, bir dənə təvəllüd saxlanır. Görürsünüz, bu sahədir. Amma konkret nümunə haqqında verilənlər bazasında hər hansı konkret nümunə haqqında informasiyanın saxlanması deyirsə, bu yazı olar. Çünki fikir bir nümunə soldan sağa hər şey bunun içərisində saxlanır. Aydın oldu? Bizim sualda bir parametrin qiyməti dediyi üçün bunu götürəcəyik sahə. PowerPoint-dən söhbət gedir. Slide sorter rejimində miqyas nədir? Burada 20 ilə 200 arası olur, yadda saxlayaq. Ümumiyyətlə, digər rejimlərdə 1400% arası olur. Excel-də də həmçinin belədir, 1400 arası. Word-də 1500 arasıdır. PowerPoint-də deyil, standart 1400 arasıdır, amma bir dənə slide sorter rejimi istisnadır. Burada 20-200% arası olur. Növbəti üç ölçülü qrafik redaktorlara aid olan proqram hansıdır? Burada əsasən üç ölçülü redaktorların adında 3D, 4D kimi sözlər olur. Məsələn, Adobe 3D Max ola bilir. Və yaxud da Rhinoceros proqramında belə bir 3D-si var, 3D ya 4D yazılır. Və digər proqramlarda həmçinin ola bilir. Bizim testdə isə təbii ki, variantda rahat görülməsin deyə verilməyib. Blender proqramı olacaq bizdə üç ölçülü qrafika. Digər proqramlar demişdik, adında foto olanlar, paint olanlar və s. bunlar rastırdı. Həmçinin digər proqramlar Coral Trace proqramımız var, Mistika və Apophysis proqramlarımız var. Qrafika mövzusuna ümumi bir baxsaq, baxın, qrafika mövzusuna qədər ümumi bu proqramları bir göstərim. Gəldik qrafika bölməsinə. Və burada proqramların ümumi bir təsnifatı var. O siyahıya da baxmanızda bir fayda var, yadınızda qalsın. Görürsünüz, Corel Draw, Adobe Illustrator, Adobe Freehand, bunlar hamısı gedir vektor təsvirlər. Adobe Streamline və Corel Trace, bunlar gedir vektorizator proqramları. Həmçinin burada bir də fraktal qrafika var. Görürsünüz, fraktal qrafikada 6 dənə proqram ad verilib. Artdoubler, Ultrafraktal, Fractal Explorer, Chaos Pro, Apophysis və Mistika. Bunlar da fraktal
Qrafik redaktorlar hesab olunur. Bizim doğru cavabımız oldu Blender A variantı. Növbəti sual 41-ci sualdır. Bu hasilə təkrarlanmaların sayı nəyə bərabərdir? Burada fikir verirsə dövrlərin, təkrarlanmaların sayını istəyir. Bu halda siz heç vaxt qarşıdakı misalı yerinə yetirməyə çalışmırsınız. Soldakı ifadəyə baxırsınız. Soldakı ifadədə hər dəfə hər bir ifadənin üstdəki rəqəmindən altdakı rəqəmi çıxıb üstə 1 gəlirsiniz. Yəni 3 çıx 1 üstə gəlsin 1. Bu yazı 3. Burada həmçinin 5 çıx 1 üstə gəl 1. Böləcək 5 və bu hissədə də 2 çıx 1 üstə gəl 1. Yəni o ki, birdən fikirləşərsiniz ki, elə niyə 1 çıxıb üstə 1 gəlirəm? Nə çıxıramsa üstə həmin şey gəlməliyəmmi? Xeyr. Üstdəki rəqəmdən altdakı rəqəm çıxıb üstə 1 gəlirsiniz. Üstə 1 gəlməyimizin səbəbi odur ki, biz çıxan zaman bir dənə qiyməti itiririk. Onu bərpa eləmək üçün üstünə 1 gəlirik. Gördüyünüz kimi burada 3 dənə dövr oldu. Aşağıdakında 5 dənə, o birisində 2 dənə. Bu da olacaq ümumi dövrlərin sayı 30. Davam edək növbəti 42-ci sualına. Burada nə deyir? Fail yaddaşa 4 kilobaytlıq klasterlərə bölünərək yazılmış və diskdə 16 kilobayt həcm tutmuşdur. Failin həcmi ən çox neçə kilobayt ola bilər? Baxın, 4 kilobaytlıq klasterlərlə yazılırsa, əgər mənim 12 kilobaytlıq failim olsa, bu 12 kilobayt yer tutardı. Çünki 3 dənə 4 kilobaytlıq götürürəm və diskdə 12 kilobayt yer tutdu. 13 kilobaytlıq bir failim olsaydı, baxın, 4, 4, 4. 3 klasteri götürəm, bəs eləmir. Məcbur 4-cünü götürürəm. Yəni 13 kilobayt ən minimal cavab olardı. 14 kilobaytlıq faili götürsəm, yenə 4 klaster lazımdır. Görürsünüz, 3 dənəsə yerləşmir. 3 dənəsə 12 kilobayt daxil. Məcbur 4-cünü götürürəm. 15 kilobaytlığa da yerləşmir, amma 16 kilobayt, daha doğrusu 15 kilobaytlığa da 4 klaster lazımdır. Və 16 kilobaytlığa da. Yəni 16 kilobayt fail üçün 4 dənə klasteri götürürəm. Bu da 16 kilobayt edir. Burada cavabda bizdən maksimum neçə kilobayt fail dediyi üçün 16 götürəcəm. Gördük ki, minimalı 13'dür. 12 alanda artı 12 yer tutur. Maksimalı isə 16'dır. Biz də maksimal 16'nı götürdük. 43-cü sual 120 səhifəli sənədin 11-ci səhifəsində dayanmışıq. Əvvəlcə plus 15 yəni biz gəldik keçdik 26-cı səhifəyə. Sonra 50, birbaşa 50-yə keçdiksə, elə 50-yə keçmiş oluruq. Görürsünüz, plus minus yazılmır burada. Və sonunda mənfi 15 yazılırsa, mən 50-dəyəm, 15 çıxanda gələcəm 35-ə. Doğru cavab oldu 35. Aydın oldu. 120 səhifəlik yazılmasının da səbəbi ondan ibarətdir ki, yəni ola bilər ki, belə problem çıxar ki, sənəd 20 səhifə olardı. Əgər 20 səhifə olsaydı, 11 üstə 15 bizi aparmayacaq, yəni 26-cı səhifəyə. Və hətta 20 səhifə deyəndə ən sonuncu səhifədə isə 20-15 5 olardı. Çünki 20 səhifə sənəddə mən 50 yazıramsa, bu maksimum son hədd olan 20-yə keçir. 20-dən 15 çıxsam 5-ə keçərdim. Yəni 35-ə yox. Amma bizim sualda 50-ci səhifəyə keçdiyimiz üçün 50-15 bizi qaytarır 35-ci səhifəyə. Davam edək 44-cü sualına. Excel ifadəsi yazılır bir xanada. Əvvəlcə gəlib left A1 8 yazır. A1 xanasında Excel yazılıb. Həmin Excel sözünün soldan 8 simvolunu bizə qaytarır. Bizdə solda cəmi 5 simvol olduğu üçün 5-i qaytaracaq. Yəni axırına heç bir boşluq falan qoymur. Right A1 7, A1 xanasında yazılmış sözün sağdan 7 simvolunu qaytarır. Yəni bizdə 5 simvol olduğu üçün 5 qaytardı. Növbəti hissəyə gəldi len A2. A2 xanasında yazılmış sözün uzunluğu. Görürsünüz 5 simvoldur. Yazdı 5. Üstə gəl A3 xanasında yazılmış sözün uzunluğu. Bu da Excel'dir. Bu da 5 simvoldur. 5 üstə gəl 5-də eləyəcək 10. Doğru cavabımız eləyəcək 10. Növbəti sualına davam edək. Uyğunluğu müəyyən edin. Belə bir sualdır. Burada short text, yəni kiçik mətn tipi deyirsə, görürsünüz adından da görürsən rəsmdə. A variantı qısa mətn tipli verilənləri saxlayır. Əvvəlki versiyalarda mətn tipli sahələr kimi istifadə olunurdu. Ölçüsü 1-dən 255-ə kimi istifadə olunur. İkinci hissəyə gəlsək, burada currency tipi deyir. Currency aydın məsələdə pulla bağlı nəsə məlumatlar saxlanmalıdır. Y-yə baxaq, bu sayədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə saxlamaq olar. Lakin bu sayədə onlarla işləmək daha münasib olur. Həmçinin üçüncüyə baxsaq, avtonomya tipi. Avtonomya avtomatik artma xüsusiyyətinə malikdir. Görürsünüz yazıb. Bu sayədəki ədədlər avtomatik artma xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac olunur. Oraya yazılan sayı avtomatik olaraq yazılır. Yəni biz hər dəfə yeni yazı daxil edikcə
Avtonom bilgisayar isə avtomatik artıra-artıra gedir məlumatları. Bundan söhbət gedir. Digər variantlar vaxt tarixini daxil etməsi üçündür. Burada short date və ya da long date tiplərindən istifadə oluna bilər. Personadlar üçün də hyperlink tipi var ki, bundan istifadə oluna bilər. Sınav sualları bu qədər. Yenə də baxın, əgər hər hansı qaranlıq suallar varsa, videonun altına qeyd edə bilərsiniz və yaxud da mənə də yaza bilərsiniz. Hər hansı qaranlıq qalan sualları izah eləməyə hər zaman hazırıq. Uğurlar hər birinizə.